Ermənistanın işğalçılıq siyasətində ən çox zərər görən insanlar isə sözsüz ki, mülki vətəndaşlardır. Bir ilə yaxındır ermənilərin əlində girov saxlanılar. Azərbaycanlıların ölkəmizə təhvil verilməməsi də rəsmi İrəvanın beynəlxalq hüququ görməzdən gəldiyini açıq-aydın göstərir. Ata-baba torpaqlarını ziyarət edib, valideynlərinin məzarını ziyarət etmək üçün Kəlbəcərə gedən və orada Ermənistan hərbçiləri tərəfindən öldürülən Həsən Həsənovun ilk dəfə olaraq ad günü onsuz qeyd olunub. Həsən Həsənovun doğum günü xəbərini dəqiqləşdirmək üçün atası Fərman kişiyə zəng vuranda düzdür ay bala, ad günüdür, 36 yaşı olacaqdı dedi. Sizə gələ bilərəm, sualıma da gəl, əgər gələ bilsən, çünki yollarımız bərbatdı cavabını eşitdim. Həqiqətən də Sabunçuya gedən yol deyil, cəhənnəm əzabıdır. Amma əlbəttə Həsənin atası Fərman kişinin, anası Gilas nənənin çəkdiyi cəhənnəm əzabının yanında heç nədir. Həsən Fərman kişi ilə Gilas nənənin 9 övladından 6-cısıydı. Amma əlbəttə hər övladın valideynin ürəyində öz yeri var. Həsənin də yeri başqaydı deyir atası. Ağır etkidir, həm də şərəflidir. Bütün xalq ağlayır. 3000-dən artıq əhali yığılmışdı. Onun özü mənim üçün, necə deyim, belə toxtaqlıqdır. Biri var ki, məhv olar, ölər, şey olar, bir adam gəlməylə tək qalasan, mən orada tək olmadım. Bütün Azərbaycan xalqı orada oldu. Oğlu ölən anadan ad günü təəssüratını soruşmazlar. Amma peşəmizin xüsusiyyəti bəzən bizi cəsarətli edir. Hətta bir ananın göz yaşlarını sakitcə seyr edəcək qədər cəsarətli. Ərin qəşəklərini seçdim, yığdım, gətirdim, bir boş qart dedim, bala sən meyvə. Dedi, hə, bax, mama, bunu gər, bu meyvəni gər. Yedi dedi, necə kətdəkəriyimiz oxşuyur, bax, bunun hamısını yer, dənəsində sındırır. Axır yeş oldu, bax. Həsəngilin ailəsində də bugün əsas müzakirə mövzusu Avropa İnsan Haqları Məhkəməsinin onların müraciətlərinə verəcəyi cavabdır. Xatırlayırsınızsa bu ilin əvvəlində Azərbaycan tərəfi Dilqəm Əskərov və Şahbaz Quliyevin adından Avropa İnsan Haqları Məhkəməsinə müraciət göndərib. Həsən Həsənovun ermənilər tərəfindən öldürülməsi ilə bağlı şikayət isə bu məhkəməyə Həsənin ailəsinin adından ünvanlanıb. Kirovlarımızın hüquqlarını müdafiə edən vəkil Anar Bağırovun sözlərinə görə Həsən Həsənov heç də erməni tərəfinin bəyan etdiyi kimi uzaq məsafədən açılan atəş nəticəsində öldürülməyib, məhz işgəncə ilə öldürülüb. Bununla bağlı məhkəmə ekspertizasının rəyini xatırladan vəkil bu materiallarında Avropa İnsan Haqları Məhkəməsinə təqdim edildiyini bildirib. 3 aya yaxın vaxt keçsə də müraciətə hələ də cavab verilməyib. Hansı ki, bu məhkəmənin obyektiv qərarı 2 girovu, bir günahsız ruhu sevindirə bilər.